Bütün inzibati xətalara görə inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında səlahiyyətli orqanın qərarı qüvvəyə mindiyi gündən 10 gün müddətində icra edilərsə, tətbiq olunan cərimənin 10% məbləğində ödənişdən azad olma tətbiq olunacaq. APA xəbər verir ki, bu Milli Məclisin bugün keçirilən iclasında müzakirəyə çıxarılan inzibati xətalar məcəlləsinə təklif olunan dəyişikliyi də əksini tapıb. Qüvvədə olan inzibati xətalar məcəlləsinə əsasən inzibati xətaların törədilməsinə görə barəsində inzibati cərimə tənbeh növü tətbiq olunan şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra eləyərsə, tətbiq olunan cərimənin 10% məbləğində ödənişdən azad olunur. Cərimələrin vaxtında ödənilməsini təşviq eləmək, gecikmələrin qarşısını almaq məqsədi ilə əlavə edilməsi nəzərdə tutulan 150.1-1-ci maddəyə əsasən bütün inzibati xətalara görə inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında səlahiyyətli orqanın qərarı qüvvəyə mindiyi gündən 10 gün müddətində icra edilərsə, tətbiq olunan cərimənin 10% məbləğində ödənişdən azad olma tətbiq olunacaq.